Salamlar, vaxtınız xeyir olsun. Bu gün sizinlə ismin geridə qalan hissələri olan hallanması, mənsubiyyətə görə dəyişməsi, şəxsə və şəxs xəbərli şəkilçisi qəbul etməsi danışmalıyıq bu bölmələr haqqında. Deməli, ilk öncə başlayaq ismin hallanmasından. İsmi digər nitq hissəsilərindən fərqləndirən bir xüsusiyyət də onun hallanmasıdır, mənsubiyyətə görə dəyişməsidir. İsmin altı halı var: adlıq, yiyəlik, yönlük, təsirlik, yerlik və çıxışlı qal. Aha, bu gün ilk öncə başlayaq adlı kaldan danışmağa. Adlı kal nədir? Adlı kalın xüsusi bir göstəricisi yoxdur. Yəni heç bir şəkilçisi yoxdur. Sual olaraq kim, nə, hara suallarına cavab verir. Bundan əlavə olaraq adlı kalda olan sözlər həm cəm, mənsubiyyət, xəbərli şəkilçisi qəbul edə bilər. Lakin bu şəkilçilər adlıq halın qrammatik göstəricisi deyil. Yəni burada adlı kalda olan söz, məsələn yazıram kitab. Kitab sözü adlı kaldadır. Buna kitablarımız dır formasında artırırım. Burada hər hansısa bir hal şəkilçisi görmürəm. Bu söz olur hansı halda? Adlı kalda. Bizdən soruşacaq adlı kalın bu şəkilçilərdən hansısı adlı kalın göstəricisidirmi? Xeyr, göstəricisi deyil bunlar. Sonra başqa nə deyə bilərik burdan? E, Sonrasında daha çox müstəqil olaraq tamamlıq zərflik rolunda ola bilmir. Adlı kalda olan söz tamamlıq zərfliyi olmur. Tamamlıq zərflik rolunda çıxış etmir. Müstəqil formada. Amma əsasən daha çox mübtəda rolunda, mübtəda, sonra xəbər və təyin formasında çıxış edə bilər. Aha, buradan getdik. Sonrasında sifət və xüsusiyyətini daşıyanda təbii ki, təyin kimi çıxış etməsi sifət formasında sifətin xüsusiyyətini daşıdığı zaman bu zaman olacaq. Yaxşı. Sonra keçək yiyəlik hala. Yiyəlik hal. Yiyəlik halın özündən gələn sonra isim belə deyək də, yiyəlik halda olan isimlər özündən sonra gələn sözlə əlaqələnərək şəxslər, əşyalar arasında əsasən sahiblik, yiyəlik mənası bildirir. Yiyəlik halın xüsusi göstəricisi hansıdır? In dörd cür, nın dörd cür. Bu dörd cür şəkilçi, bu iki şəkilçilər onun göstəricisi. Suallar hansılardır? Kimin, nəyin, bir də haranın. Yəni kimlə hara sualına buradakı şəkilçiləri artıraraq hamısını düzəldirik. Bundan sonrakı hallarda eyni qayda yaşanılacaq. Buradan bir sözü qeyd olaraq yazaq. Diqqətlə bu hissənə baxın. Mənim, bizim sözlərindəki im şəkilçiləri yiyəlik hal şəkilçisidir. Yiyəlik haldır. Məsələn, bunu diqqətlə bilin. Yiyəlik hal şəkilçisidir. İm, buradakı mənim, bizim sözlərindəki im mənsubiyyət deyil, yiyəlik haldır. Sadəcə olaraq inversiyası burada bir dəyişikliyə uğrayaraq im kimi tələffüz olunmuşdur. Yəni, qısa bir, burada sadəcə bunu yadda saxlayın. Mənim və bizim sözlərindədir bu hal sadəcə olaraq. Yiyəlik hal iki cür olur. Hansılardır? Müəyyən yiyəlik hal. Bir də qeyri-müəyyən yiyəlik hal. Yiyəlik haldan bayaq danışırıq. Elə şəkilçisi, göstəricisi dörd cür, ın şəkilçisi və nın şəkilçisidir. Amma qeyri-müəyyən yiyəlik halın şəkilçisi yoxdur. Müəyyən yiyəlik halın suallarını dedik, kimin, nəyin, haranın. Lakin qeyri-müəyyən yiyəlik halın şəkilçisi nə? Şəkilçisi yoxdur. Sualı isə nə sualına cavab verir. Yaxşı. Məsələn, buna bir misal çəkək. Hmm, Nə deyə bilərik? Hə, kitabın cildi. Burada görürsüz ın. Gözüm görür artıq bunu. Olacaq müəyyən yiyəlik halda. Bir də deyirəm ki, kitab üzü.
Kitab üzü. Burada gözümüz görmür şəkilsində, lakin bərpa edə bilirik. Kitabın üzü formasında deyə bilərik. Bu zaman olur qeyri-müəyyən yəlik halda. Yəni gözüm görmür, lakin bərpa eləyə bilirəm. Bu olur qeyri-müəyyən yəlik halda. Yəni artıra bilirəm. Bu formada. Sonra e, buradan keçdik. Bəzi sözlər var ki, qeyri-müəyyən yəlik halda. Onlar parçalanmır, lakin elə qeyri-müəyyən yəlik halda da olurlar. Hansıdır? Ölkə, rayon, şəhər, kənd, küçə adları bildirən sözlərdir ki, yəlik halda işləndikdə əsasən də müəyyən yəlik hala çevrilə bilmirlər. Məsələn, Bakı şəhəri. Bakı şəhəri. Qeyri-müəyyən yəlik haldadır. Amma ki, nədir? Çevrilə bilmir müəyyən yəlik hala. Məsələn, buna başqa birini deyək. Sabir üslubu. Sabir üslubu. Bax, Sabirin üslubu formasında. Yəni beynimizə deyə bilirik, amma bərpa etmək olmaz. Yenə də yəlik haldadır. Yəni qeyri-müəyyən yəlik haldadır. Aha, qeyri-müəyyən yəlik haldadır. Sonra qeyri-müəyyən yəlik hal heç vaxt tək işlənmir. Həmişə özündən sonra mənsubiyə şəkildə söz tələb edir. Lakin müəyyən yəlik hal təklikdə də işlənə bilər, mənsubiyə şəkildə sözlə də işlənə bilər. Amma qeyri-müəyyən yəlik hal həmişə, hər zaman mənsubiyə şəkildə işlənməlidir. Sonra bundan başqa nəyi deyə bilərik? Bu məsələn qeyri-müəyyən yəlik. Formaca adlı kala bənzəsə də özündən sonra mənsubiyyə şəkildə söz tələb etməsinə görə adlı kaldan tamamilə fərqlənir. Mhm. Keçirik yönlü yala. Yönlü çal. Yönlü çal yön, istiqamət, son nöqtəni bildirir. Şəkilçisi A, Ə, ya, yə formasındadır. Sualları kimə, nəyə, haraya? Haraya formasındadır. Sonrasında sonra bu halda olan söz ismi, feili, xəbərlə sintaktik əlaqəyə girə bilir. Məsələn, evə getdi. Evə getdi. Aha. Bu formada artıq feili həm də ismi xəbərin əlaqəyə girə bilər. Sənə borcluyam tipli. Ondan sonra əsasən cümlədə tamamlıq və zərflik olur. Nə olur? Tamamlıq və zərflik olur. Bayaq demişdik, məsələn, adlı kal olmur, amma yönlü çal olur, gördüyümüz kimi. Sonra xəbərli şəkildə qəbul etdikdə cümlədə ismi xəbər olur. Sonra bir də burada bir şey deyək. Bəzi sözlər var ki, onlara qoşulduğu zaman yönlü halın sondakı şey, yəni ikinci sözdəki bir dənə yazaq onu. Nənəyə olur da, düzdür? Tələffüz zamanı nəniyə formasında olacaq. Nəniyə. Yönlü halda qoşulan sözdə ikinci hecədakı sait dəyişir. Nəniyə formasında, o baba babıya formasında. Körpüyə, məsələn, xalaya xalıya. Ondan sonra cücəyə cücüyə, körpəyə körpüyə falan bu formada dəyişiklik olur. Fərqli məqamlar olur. Sonra keçək təsirli hala. Təsirli hal üzərində iş, hərəkət icra olunan əşyanı, işin, halın obyektini bildirir. Xüsusi qrammatik şəkilçisi var. Hansıdır o da? I 4 cür, N 4 cür. Təsirli hal bunu yazaq. Sonra kimi, nəyi, haranı suallarına cavab verir. Təsirli hal bunu deyək ki, şəxs xəbərli şəkilçisi qəbul etmir. Bunu diqqətinizə gətirək. Bax, ismin 6 halından yeganə haldır ki, şəxs xəbərlik şəkilçisini qəbul etmir. Olmaz. Bu hal qəbul eləmir bunu. Yeganə haldır. Testdə də qarşımıza çıxır. Məsələn, xəbər vəzifəsində işlənə bilməz. Bu zaman artıq təsirli halda olan sözü götürürük. Təsirli halın özünü götürürük, tapıb götürürük ki, bu odur. Sonrasında təsirli hal sonra qoşmalarla işlənə bilmir. Təsirli hal deməli xəbərli şəkilçisi qəbul etmir. Qoşmalarla işləmir. Onun axırda qoşmalarla bağlı olanı ümumi deyəcəm. Hamısını bir dənə cəmləşdirib belə baxarıq. Sonra
Təsirli halda deməli müəyyən yəlik hal kimi iki yerə bölünür. Müəyyən təsirli hal, müəyyən təsirli hal, bir də qeyri-müəyyən təsirli hal. Müəyyən təsirli hal əmələ gətirmək üçün təsirli hal şəkilçisindən istifadə olunur. Kimi, nəyi, haranı sualına cavab verir. Məsələn, uşağı, maşını və sair bu formada. Amma qeyri-müəyyən təsirli hal yaratmaq üçün hər hansısa xüsusi bir göstərici şəkilçi yoxdur. Sualı isə nə sualına cavab verir. Bu həm qeyri-müəyyən yəli halın xüsusiyyətidir, həm təsirli halın, həm də eyni zamanda adlı halın xüsusiyyətidir ki, nə sualına cavab verir. Sonrasında məsələn, bunu bərpa etmək məsələsidir də, əsas olan bizə onu bərpa etməkdir. Məsələn, Vüsal musiqi dinləyir. Musiqi dinləyir. Məsələn, burada baxırıq. Musiqi dinləyir, yoxsa musiqini dinləyir olur. Təbii ki, burada musiqini dinləyir olur. Və bu zaman olur bu sözü, musiqi sözü hansı halda? Təsirlik halda. Amma hansı təsirlik? Qeyri-müəyyən təsirlik halda olur. Sonrasında buna bənzər çox şey deyə bilərik. Məsələn, Nərmin alma yeyir. Nərmin alma yeyir. Alma yeyir olur, yoxsa almanı yeyir olur. Almanı yeyir olur deyə bu sözümdə olur qeyri-müəyyən təsirlik halda. Başa düşdük bu hissəni yəqin ki. Sonra yazıram ki, sonra yerlik hala keçək. Qalan bəzi yerlər olsa yenə vurğulayırıq. Yerlik hal hərəkətin baş verdiyi ya da əşyanın olduğu yeri bildirir. Xüsusi qrammatik göstəricisi yerlik halda da, də şəkilçisidir. Suallar da kimdə, nədə, haradadır. Çox rahat haldır əslində. Evdə, kitabda, nə bilim, Əlidə və s. və s. Bu tipdə olur. Sonrasında yerlik halda olan sözlər həm ismi, həm də feilli xəbərlə sintaktik əlaqədə olur. Sonra kimdə, nədə suallarına cavab verəndə tamamlıq kimi, lakin harada sualına cavab verdiyi zaman yer zərfliyi vəzifəsində çıxış edir. Sonrasında bəzən yerli hal şəkilçisi qəbul etmiş isimlər zaman məzmunu bildirdikdə də zaman zərfliyi ola bilər. Məsələn, iclasda bu məsələyə toxunuldu. Nə vaxt, nə zaman? İclasda. Dadə burada artıq zaman məzmunu bildirir və bu iclas sözü zaman zərfliyi olacaq iclasda sözü. Zaman zərfliyi roluna çıxış etmiş olur. Keçdik çıxışlı qala. Çıxışlı qal deməli hərəkətin çıxış nöqtəsini başlanğıc yerini bildirir. Xüsusi göstəricisi dan şəkilçisidir. Dan şəkilçisidir və bu hal kimdən, nədən, haradan suallarına cavab verir. Kimdən, nədən və haradan suallarına cavab verir. Sonra bu hal demək olar ki, yönlük halın əksini bildirir. Məsələn, yönlük hal deyir ki, evə gedirəm, yönlük halda. Amma çıxışlı halda deyir ki, evdən gedirəm. Yəni bir-birinin çıxışlı hal yönlük halın əksidir. Burada da kimdən, nədən suallarına cavab verdiyi zaman tamamlıq rolunda çıxış edəcək. Haradan sualına cavab verdiyi zaman yer zərfliyi vəzifəsinə çıxış edir. Sonra hal şəkilçilərinin omonimliyi var. Bunu vurğulayaq indi. Yiyəli halın şəkilçisi omonimliyi var. Məsələn, yiyəli halın şəkilçisi nə idi? In şəkilçisi, in 4 cür. Bu şəkilçinin omonimliyi var. Bir var, mənsubiyyə şəkilçisi kimi. Sonra hal şəkilçisi kimi. Sonra feildən düzələn leksik şəkilçisi kimi. Görünmək. Məsələn, gör, görün. Leksik şəkilçisi kimi yazın belə. Leksik. Sonra bir də isimdən düzələn leksik şəkilçisi kimi. Məsələn, əkin.
Bu feildən leksik şəkilsi olsun qoy. Bu da isimdən leksik şəkilsi. Deməli, oldu. Necə şəkilsi? Homonim şəkilsi. Yönlü yalın şəkilsi. Eyni qayda ilə homonim şəkilsidir. A, var isimdən düzələn leksik şəkilsi. Məsələn, yardan yara olacaq. İsimdən düzələn leksik yazıram, bilin. Bir var hal şəkilçisi. Hal. Ondan sonra bir də elə bunlar olur, hə. Bir hal vəziyyəti, bir də leksik şəkilçisi kimi. Təsirli yalın şəkilçisi. I4-dür. Bir var mənsubiyyət. Sonra bir var hal. Bu halda zaten bunlar homonimdir. Ondan sonra feildən düzələn leksik şəkilsi, məsələn, qazınmaq kimi. Sonra bir də isimdən düzələn leksik halı var. Yazmaq, e, yazı formasında isimdən. Bir də olacaq sifətdən düzələn. Məsələn, qızıldan qızılı kimi, bənövşəyi kimi, gümüşü kimi sifətdən. Bu hallarda da olur necə? Homonim şəkilsi. Da şəkilçisi də eyni qaydan, zərf düzəldən leksik şəkilsi kimi. Ondan sonra bir də dan şəkilçisi də eyni qayda ilə həm da bir hal şəkilsi kimi, zərf düzəldən. Sonra dan da eyni qayda ilə bir var hal şəkilçisi kimi, bir də yenə zərf düzəldən şəkilçisi kimi homonim şəkilçidirlər. Bu hissəndə dedik. Keçirik mənsubiyyətə görə dəyişməyə. Əşyanın hər hansı mənsubiyyətə görə dəyişməni yazaq. Hə. Mənsubiyyət. Əşyanın hər hansı bir şəxsə mənsubluğunu bildirən şəkilçilər ismin mənsubiyyət şəkilçiləridir. Buna görə ilk öncə şəxsləri bilməliyik. Birinci şəxsdə hansı olur, ikinci şəxsdə hansı olur, şəxs əvəzliklərini bilməliyik. Mən, sən, o, biz, siz, onlar. İndi gətirək. Bir-bir. Kitab sözündən irəli gələn bir şeydir. Və mənsubiyyət şəkilçisi nədir? Demişik ki, mənsubiyyət şəkilçisi yəlik halda olan sözlərlə birlikdə işlənir və həmin sözlərə bağlı olur. Deməli, bizim şəxslərimiz yəlik halda olmalıdır. Gəlin bunları yəlik hala çevirək. Mən olacaq mənim, sənin, onun, bizim, sizin, onların. Aha. İndi isə həmin sözü gətirək, məsələn, kitab sözüdür. Kitab sözünü başlayaq artırmağa. Kitab. Mənim kitabım. Deməli, burada ım şəkilçisidir. Sənin kitabın. Deməli, ın şəkilçisidir. Onun kitabı. I şəkilçisidir. Bizim kitabımız. Imız dördsür şəkilçisidir. Sizin kitabınız. Inızdır. Onların kitabları. Deməli, burada ı, s olacaq, bir də bunu da vurğulayaq. Burada da eyni qayda ilə ı, s vəziyyəti olur. Deməli, birinci şəxsdə mənsubiyyət şəkilçisi birinci şəxsin təkində ım, cəmində ımız, təkində ın, cəmində ınız, təkində ısı, cəmində ısı formasında olur. Mənsubiyyət şəkilçiləri yəlik hal şəkilçiləri ilə bağlı olur. Özündən əvvəlki sözü yəlik halda tələb edir. Mənsubiyyət şəkilçisi sözün əvvəlinə yəlik halı söz işlənə də bilər, işlənməyə də bilər. Bunu da bilək. Bunu özümüzdən də bərpa eləyə bilərik. Ola da bilər, olmaya da bilər, amma olmasa özümüzdən bərpa eləyib onu tapa bilirik. Necə? Göstərək. Yazır ki, mənim kitabım evdədir. Mənim kitabım evdədir. Baxıram bura. Burada artıq mənim kitabım var. Mənim kimin? Mənim. Bax, burada da imim var. Artıq bura oldu. Bu mənsubiyyət şəkilçili sözüm var. Buradakı şəkilçim ona nə olacaq? Yəlik hallı şəkilçi sözüm var. Yəlik hallı. Yəlik hallı sözüm var. Var. Deməli, bundan sonra gələn nə olacaq? Mənsubiyyət şəkilçisi. Heç ümumiyyətlə onu verməyib deyək ki, eləcə yazıb kitabım
Evdədir. Avtomatik artıq beynimizə gəlməyə başlayır. Kitabım, kitabım. Kimin kitabıdır bu? Mənim. Ay sağ ol. Deməli, mənim kitabım evdədirsə, buradakı im olacaq yiyəlik, bu da olacaq mənsubiyyət şəkilçisi. Qarşısına yiyəsini gətirə bildim. Yiyəsini gətirə bildimsə, deməli, buradakı mənsubiyyət şəkilçisidir. Buna baxmalıyıq. Ondan sonra ismə aid kateqorik şəkilçilər işlənəcək. Bu şəkilçilərdə hal mənsubiyyət şəkilçisi həmişə hal şəkilçisindən əvvəldə gəlir. Baxın, məsələn, bir sözdə həm hal, həm mənsubiyyət, həm şəxs xəbərlik, həm cəm hamısı bir yerdə işlənə bilər. Amma bu zaman mənsubiyyət həmişə haldan qabaq işlənir. Ardıcıllığa görə mənsubiyyət haldan qabaqda işlənir. Deməli, burada sözlərimiz var ki, bunlar hamısında ımız, və ya ınız, burada artıq sözün sonu saitlə bitməsi, samitlə bitməsinə görə dəyişir. Lakin bəzi sözlər var ki, ərəb fars mənşəli sözlər. O sözlərin sonu saitlə bitsə də, onlar normal qaydadan kənarda yazılırlar. Necə? Y, s, n. Bitişdirici samitlərimiz var ki, bu samitlər e, həmin sözlərə artırılır və sonraya şəkil artırılır. Məsələn, tale sözüdür. Sonra mənafi sözüdür. Mənafi. Mənşə sözüdür. Mövqe sözüdür. Sonra mənbə sözüdür. Və bu sözlər mənsubiyyət şəkilsi qəbul etdiyi zaman y artırırlar, ondan sonra saitlə başlanan şəkilsi artırılacaq. Taleyim. Mənfi, mənafiyim. Mənşəyim. Mövqeyim. Mənbəyim formasında. Yəni digər qaydadan kənara çıxan sözlərdir bunlar. Bunları da qeyd edək. Sonrasında bizim hal-hazırda hal şəkilçilərinin içində də ın dörd cür şəkilçisi var. Mənsubiyyətin içində də ın dörd cür şəkilçisi var. Bəs yaxşı, bunu necə fərqləndirəcəyik? Yiyəlik halından mənsubiyyətin ikinci şəxsini necə fərqləndiririk? Bu zaman nəyə baxmalıyıq biz? Qəbul etmiş sözün, yəni həmin şəkilçi qəbul etmiş sözün özündən sonra mənsubiyyət şəkilçisi əgər yiyəlik hal qəbul edibsə, hə, yiyəlik hal qəbul etmiş isim özündən sonra mənsubiyyət şəkilçisi ikinci bir isim tələb eləyir. Əgər yiyəlik hal gəlibsə, özündən sonra mənsubiyyət şəkilçisi bir söz tələb eləyəcək. Məsələn, necə? Sənin arxasını istəyir, evin. Artıq burada, baxın, sənin evin sözündəki in olacaq yiyəlik, birinci gələn. İkinci evin sözündəki in olacaq mənsubiyyət. Bu formada. Və ya ikinci şəxsin təkində olan mənsubiyyət şəkilçisi sözün əvvəlinə, bax, mənsubiyyət şəkilçisi, qarşısına öz, sənin ifadələrini, əvəzliklərini artırmaqla həmin sözün yiyəlik halda olub olmadığını tapmaq olar. Məsələn, artıq bu yoxdur deyək ki, bax, bu yoxdur heç. Bunu verməyiblər bizə. Eləcə evin sözünü veriblər. Evin sözünün cümlə hissini işlədək. Evin gözəldir. İndi buradakı inin biz mənsubiyyət yoxsa yiyəlik olduğunu tapmaq üçün öz qarşısına ya öz, ya da sənin ifadəsini gətirməliyik. Yiyəlik hallı söz gətirsək daha yaxşı olur. Məsələn, sənin evin gözəldir. Artıq bunu gətirə bilirəmsə, deməli buradakı in olur nə? Mənsubiyyət şəkilçisi. Gətirə bilmirəmsə, evin əşyaları. Bax, hə, belə yazıram. Evin əşyaları lazımdır. Burada artıq, baxın, evin əşyaları ifadəsində artıq evindəki in olacaq yiyəlik, əşyalarında bir dənə ı var. Bu isə olacaq mənsubiyyət. Baxın, evin əşyaları. Qabağına gətirin. Sənin evin əşyaları lazımdır. Burada uyğun gəlmir axı. Evinin olsaydı başqa, amma sənin evin əşyaları uyğun gəlmədiyinə görə burada in olacaq yiyəlik, əşyalarındakı ı olacaq mənsubiyyət. Deməli, daha diqqətlə baxmalıyıq bu hissələrə. Sonra digəri isə üçüncü şəxsdə olan ı şəkilçisini elə bu qayda ilə tapırıq. Bəzi sözlərimiz var ki, deməli, həm hal, həm mənsubiyyət qəbul edəndə ikinci hecasındakı saitlərdən biri düşür. Bəzi sözlərdə var ki, sadəcə yalnız mənsubiyyət şəkilçisi qəbul etdiyi zaman onlarda düşmə olur. Hansılardır bunlarda? Bir-bir deyək. Deməli,
Mən yalnız mənsubiyyəti deyəcəm. Arxasını başa düşəcəksən mənə elə gəlir ki. Yalnız mənsubiyyət. Bu insan belə deyək də, daha bir formada ki, insana aid olan orqanlar, insanda yəni olan orqanlardan, bədən üzvlərindən ibarət olan bir zərgədir. Sadəcə mənsubdur, insana mənsubdur. Bu formada fikirləşin, belə tapa biləcəksiniz. Məsələn, ağız, alın, qoyun, boyun, sonra burun, çiyin, sonra qarın, könül, sonra ağıl yazmışammı? Hayır, ağıl, ağıl, ovud, oğul. Bir də bunlardan bir başqası var ki, bağırdır. Bu fərqlidir deyək ki də. Amma yerdə qalan görürsüz insana aiddir. Ağızdır, alındır, qoyundur, qucaq mənasında, boyundur, burundur, çiyindir, qarındır, könül, ürək mənasında deyək. Ağıldır, ovud sözüdür insana məxsus. Bir dənə oğul sözündən bağır sözü. Oğul da belə deyək insana bir tərəfdən məxsus olur. Bax bu sözlər yalnız mənsubiyyət qəbul edəndə düşünülərdi. Necə olur o da? Məsələn, ağzım. Bax, artıq buradakı ı düşmüş oldu. Alnım. I düşmüş oldu. Amma bura yönlü hal şəkilçisi artırılanda düşmə olmayacaq. Məsələn, hal şəkilçisi ümumiyyətlə artıranda düşmə olmayacaq. Necə? Alına. I düşmür. Gördünüz? A formasında. Yəni bu olduğu kimi qalacaq yönlü hal artırılan kimi. Başqa başqasını yazaq da bir dəqiqə. Hə. Ə, ovucun. Ovucun, ovuca, ovucu, hamısında u qalacaq. Amma desəm ki, sənin ovucun, ovucun olmayacaq, bax, ovucun olacaq, sənin ovucun. Sənin ovucun. Mənsubiyyət şəkilçisi qəbul edən kimi burdakı düşmə olur. Məsələ budur burada. Bunu bilməliyik. Amma ki, həm hal, həm mənsubiyyət qəbul edib düşənlər hansılardır? Həm hal, yəni hal təkcə gəlik haldan getmir, ha, bütün halları nəzərdə tuturuq. Yəni isimlə başlayan, isim nədir? Saitlə başlayan şəkilçi. Mənsubiyyət, həm hal, həm mənsubiyyət olanda. Qisim, isim deyib, bunu deyirdim, yadımdan çıxır. Qədir, zehin, sonra eyib, ətir, izin, nəsil, ömür, səbir, sətir, sinif, və sair. Bunları artıq əzbərləyə bilərsiniz. Bunlarsa həm hal, həm mənsubiyyət qəbul edən düşənlərdir. Məsələn, qism, qismdir də deyək ki, belə yazılır. Amma qism sözünə gəlin yönlü hal artırılaq. Qismə olacaq. Ya nə bilim, zehin yazaq da, zehin. Hə, zehin yazırıq. Zehnə. Zehnə formasında olacaq. Buna həm mənsubiyyət də artıraq. Zehnin. Sənin zehnin düşmə oldu. Deməli, həm hal, həm mənsubiyyətdə belə hallara düşmə olur. Sonra, indi isə keçək sizlərlə şəxs xəbərli şəkilçilərlə. Şəxs xəbərli şəkilçiləri mübtədə və xəbər arasında əlaqə yaradır. Bu şəkilçilər vasitəsilə cümlə tamamlanır. Xəbərli şəkilçiləri inkarı deyil, sözünün köməyi ilə düzəlir. Məsələn, mən şagird deyiləm. Artıq inkarı bundan düzəlir. Bəs yaxşı, necə tapırıq biz bunları? Mən yenə şəxsləri gətiririk qarşıya. Şəxs ərazişlərimizi gətirdik. İnsan sözünə gətirək yanına. Mən insan am. Sən insansan. San. O insandır. Biz insanıq. Siz insansınız. Onlar insandırlar. Gördünüz? Bu formada sadəcə artıq qarşıya şəxsi gətirib də, arxasından sözləri gətirdiyimiz zaman şəkilçilər özü-özünü göstərir.
Deməli, buradan bunu deyək. Aha. Baxın, ismə aid kateqorik şəkilçilərin hamısı cəm, mənsubiyyət, hal və şəxs xəbərli şəkilçilərin. Bu şəkilçilərin hamısı qrammatik şəkilçilərdir və ardıcıllıq bu formada olur. Sözə qoşulduğu zaman əgər hamısı gəlirsə, birinci cəm gəlir, sonra mənsubiyyət, sonra hal, sonra isə şəxs xəbərlik gəlir. Məsələn, ev bizə dəqiqə. Evlərimizdendir. Evlər, ev sözün kökü, lər qrammatik cəm şəkilçisi, imiz qrammatik mənsubiyyə şəkilçisi, dən qrammatik hal şəkilçisi, dir qrammatik şəxs xəbərli şəkilçisi və bu formada olur. Sonra bundan əlavə isimlər deməli bir başqa xüsusiyyət olaraq da qoşmalarla işlənə bilirlər. Bəs yaxşı, hansı hal qoşma ilə işlənə bilir, hansı hal qoşma ilə işlənə bilmir? Deməli, təsirlik və yerlik haldan başqa yerdə qalan dördü qoşma ilə işlənə bilir. Bax bunlar qoşma ilə işlənmir. İşlənmir. Amma adlıq halda, yiyəlik halda, yönlük halda, çıxışlıq halda qoşmalarla işlənə bilirlər. Sonrasında İndi isə dərsimizin son hissəsi olan ismin sifətin xüsusiyyətinin daşınmasıdır. Yəni atributivləşməsi, sifətləşməsidir. Bu barədə danışaq. Atributivləşmə. İsim olaraq qalır, sadəcə olaraq söz necə deyim, sifətin sualına cavab verir. Yəni sifətləşir. Məsələn, deyirəm ki, yun şal, yun. Yun sözünə təhlikdə sual verin. Yun, nə? Yun. Amma yunu bir də bir başqa isimdən işlədək. Məsələn, yun şal. Nə? Şal. Necə şal? Yun şal. Artıq burada necə sualına cavab verir və sifətləşmiş olur. Bəs yaxşı, bunun sifətləşməsi morfoloji baxımdan onu nə edəcək? Yenə isim olaraq qalacaq. Yəni belə düşünün. Sadəcə formasını dəyişdi. Başqa bir nitq hissəsini belə bir anlıq yerinə keçirir, amma yenə də isim olaraq qalmağa davam edir. Məsələn, bunu bir başqa sözlə deyək. Dəmir qapı məsələn deyək. Bir var deyirəm dəmir. Nə? Dəmir. Bir də deyirəm dəmir qapı. Necə qapı? Artıq gördüyünüz dəyişdi. Necə qapı? Dəmir qapı. Necə sualına cavab verir? Sifətləşib, yəni atributivləşib. Amma yenə də isim olaraq qalıb. İsimdir. Bax bunu yadda saxlayın. Nə olsun ki, sifətləşdi, amma yenə də isim olaraq qalmağa davam edəcək. Buna məsələn qızıl üzük sözündə deyə bilərik. Məsələn, qızıl nə? Qızıl. Bir də deyirəm qızıl üzük. Ya qızıl qaşıq, gümüş qaşıq, qızıl üzük. Necə üzük? Qızıl üzük. Necə sualına cavab verəcək? Sifətləşəcək. Lakin bu onun nətər deyim, isim olmasını dəyişdirmi? Xeyr, sadəcə görkəmini dəyişdi. Bir sifət oldu, amma yenə də nədir? İsimdir. Bunu da yadda saxlayaq. Ümumilikdə bu qədər. Yerdə qalanlara isə əgər hər hansısa bir nöqtə çətinliksə isə davam eləyərik. Sağ olun. Dayandırmaqla bağlı rekord dayandıra bilmirəm.